Müəllimini güllələyən şagird həbs olundu. Bakıda İcra Liseyində müəllimini güllələməkdə təqsirləndirilən şagird barəsində qəti imkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılıb, bugün Binəqədi rayon məhkəməsində keçirilən prosesdə təqdimatla bağlı qərar elan olunub. Qərara əsasən həmin şagird barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Qeyd edək ki, hadisə fevralın 6-sında paytaxtın Binəqədi rayonunda yerləşən özəl İcra Liseyində baş verib. Baş prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci, yəni qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır. Onu da qeyd edək ki, bu maddənin sanksiyasında 9 ildən 14 ilə kimi həbs cəzası nəzərdə tutulur. Lakin qanuna görə 18 yaşı tamam olmamış şəxslərə 10 ildən artıq cəza verilə bilməz.